Yazdığın mesajın tez bir zamanda cevaplandırılması, diqqət, ciddiyyət və hörmətin var olduğunun göstəricisidir. Bunlar da birləşərək sevgi və münasibətin ayrılmaz dəyərlərindən birini var edir. Yəni bir insan sənin yazdığın mesaja tez bir zamanda cevap verə bilərsə, amma bunu bilərək gecikdirirsə, demək ki səni emosional balansda saxlamağa çalışır. Səni özündən asla saxlamağa çalışır və bu bir manipulyasiyadır. Adətən keçmiş sevgilərindəki yaşadığı o mənfi təcrübələri yeni sevgilərinə axtaran insanlar bu cür davranır. Onu qeyd edeyim ki, mesajlaşma sevgidə ruhsal təmasdır. Sevgi öhdəliklərindən ən önəmlisi qarşındakı insanı narahat qoymamaqdır. Onun suallarına və yaxud da onun marağına kısa bir zamanda cevap vermektir. Əgər bir insan sənin mesajını anında cevap verebilir və cevap vermirsə, gecikdirirsə, təkrar edirəm, bu münasibəti yenidən gözdən keçir. Bir kısa müddətdən sonra sən ondan asılı qalacaqsan və qurbana çevriləcəksən. Her zaman ne olursa olsun ruhsal temasınız, zihinsel temasınız yerinde olması ve birbirinizden darıxmağınıza doğru cevaplar vererek tez bir zamanda el-ele tutmanız dileğiyle. Hoş kalın, hoşlukla kalın.